Hə, 1920-ci ilin yanvar ayında Amerika tanıyır. Yaxşı, hansı ölkə idi ki, onlar Versal müqaviləsinə dəvət olunmamışdı? Rusiya, çünki tez çıxmışdı. Aha, Rusiyanın separatçıları oldular. Uzan bütün dövlətlər. Yəni, sən niyə müharibə başa çatmamış, tez çıxdın deyə bəhanə elədilər. Əslində, kommunizmlə idi problemləri. Hansı ölkə idi ki, ora dəvət olunmamışdı? Amerika idi. Yaxşı, sonra deyin görüm. Saint-Germain'ə əsasən nə bölünür? Volqa, yox, Saint-Germain, Avstriya-Macaristan bölünür. Hansı dövlətlər yaranır? Çexoslovakiya, Serb, Xorvat, Sloven krallığı yaranır. Bir də Macaristan. Yaxşı, bəs hansında təsdiqlənir? Trianonda. Bəs Sevr Ermənistan və Kürdistan dövlətləri yaranır. Ermənistan və Kürdistan. Sol səhifədə yuxarıdadır, cədvəldir. Deyin görək, Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə nə oldu? Almaniyanın Polşaya hücumu. Bəhanə. Şahzadə öldürmələri. Şahzadə kim idi? Frans nə? Iosif. Frans Ferdinand. Yox, o bizlərdir. Frans Ferdinand Serb millətçisi Miloš Obiliç tərəfindən öldürülür. Çirmən döyüşü nə vaxtdır? 70. Çirməni Allah verir. 1371. 1371. Dedim Çirməndə 78. kim məğlub olur? Serblər. Maltepe döyüşünə bax. 54. Maltepe döyüşü deyil. Maltepe. 1570. 29 hə. Malatya nə vaxtdır? 73. Malatya 73. Ağqoyunlu. Malatya kim qalib? Ağqoyunlu. Ağqoyun. Ağqoyundan qalib gəldi. Bəs otluq bölündə 11. Otluq Osmanlı. Orada kim qalib gəlir? Osmanlı. Polis nə vaxtdır? 1465. Yaxşı, 1461 ilə hakimiyyəti başlayan bir hökmdar var. Onun adı nə idi? Ayda. 1461-ci il. Mehmet. Yox. Xaricilərdən. Xaricilərdən bəli. Hey. Neçənci Ludovik yaxşı? 14. 11-ci. Yaxşı. Hastings döyüşünə. 1066. Yaxşı deyim, parlamentin, ilk parlamentin 1365. 1365. Bəs uzun müddətli parlament. 1940. Bəs İngiltərə burjua inqilabı nə vaxtdır? 40. Burjua inqilabı düzdür. Sadəcə dalınca başqa sual fikirləşirəm. Bu sevgin sual verməsin. Çar titulunu qəbul edən Rus... İvan Grozan. İvan Grozan. Bəli. İvan Grozan siyasəti necə idi? Yaxşı. Mən bunların Məmuların əməli hesabına saxlanması ilə adama etmişdi. Bəs kim idi ki, o kəndləri əşya eləmişdi? Təhkimi eləmiş torpaq. İvan Grozan gələn sonra. Hə, səsin gəlsin. Romanov sülaləsinin nümayəndəsi Aleksey Səfərlərlə Rusiya arasında ticarət nizamnaməsi nə vaxtdır? hə? Səfərlər 67. 66-67. Neçə dəqiqə oldu? 11 dəqiqə. Bəs söndür.